Qardaş, mən hara gedirəmsə, gedim Dayday kafesi tapmalıyam. Çünki Dayday kafesi olmadan məndə alınmır. Yeyə bilmirəm, heç nə yeyə bilmirəm. Mən o lüks məkanlar mənim mədəmi xarab eləyir. Mənimki Dayday kafesidir, bax. Gəlmişəm, oturmuşam İndoneziyanın Sulawesi adasında bir Dayday kafesində. Burası Dayday kafesi deyil, xalxal kafesidir. Xala işlədir buranı. Lüks restoranlar falan. Oranın yeməyi mənim mədəmə düşmür. Mənimki Dayday kafelərdir. Mən oranın yağı elə bir mənim mədəmi xarab edir. Dayday kafesində yeyəndə mənə heç nə olur. Gedib hansısa bir mənzərədə yemək yesən, məsəl üçün yeməyi yeyirsən, qarşında da heyvanlar aləmi falan izləyirsən, sənə oranı bilsən heç yoxlayarlar. Amma oturum indi yeməyimi gözləyirəm, yeməyimi pişirir orada, yağın səsi gəlir. Oturmuşam burada da heyvanlar aləmi, görürsüz? Ha, heyvanlar aləmi burada. Görürsüz? Çox kifayət qədər, yəni çox gözəl, çox möhtəşəm. Ay, sağ ol, sağ ol. Əllərin dərd görməsin. Sağ ol, çox sağ ol. Qadın alaram sən. Düz sən mənə belə bir maniyə vermirsən, amma No. Allah canı sağ eləsin. Canı sağ eləsin. Yəni yeməyin gözəlliyinə bax. Bu yemək acı kasının adında gətirib bu yeməyi sənə, bu yeməyə milyon manat ödəyərsən kənarda. Amma cəmi 2 manatdır. Allah əllərini dərd görməsin. Allah canı sağ eləsin.